Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Sizə əvəzlik bölməsinə aid bir neçə sualın izahını təqdim edəcəm. Uşaqlar, gəlin birinci sualda baxaq görək bizdən nə istəyir. Birinci sualda bizdən istəyir ki, işarə əvəzliyi ilə başlayan cümlələri tap, müəyyən et. Biz də nə bilirik? İşarə əvəzlikləri hansıdır? O, bu, sadalanma var. Elə, belə, həmin. Görürsünüz, burada da o, bu da sadalanma var deyə özündən sonra əvəzlik gəlsə də vergül qoydum. Bu ayrı. Biz bunları elə o, bunu görən kimi bütün elə sözlər işarə əvəzliyi olmaya da bilər. Bunlar nəyisə tərkibi də ola bilər. Məsələn, deyir, o qədər maraqlı çıxış idi ki, bitməsini istəmirdik. Onu görən kimi düşünməyin ki, burada işarə əvəzliyidir. Yadınızda qalsın ki, o əvəzliyi, işarə əvəzliyi olanda siz ona hansı sualını verəcəksiniz və nə isə işarə edəcək. Məsələn, o kitab, o məktəb, o qız və s. Burada o qədər maraqlı, nə dərəcədə çıxış etdim, nə dərəcədə maraqlı çıxış etdi. O qədər burada zərfdir və o zərfin tərkib hissəsidir. Daha biz burada o ayrı, qədər ayrı götürməyəcəyik. İkisi bir yerdə mürəkkəb zərfdir. Ona görə baxıram ki, başlayan dediyinə görə bu başlamır. Bir olan variantlarımızı çıxdaş edirik. O həmin fikirlərin kimə aid olduğunu gözəl bilirdi. Bilirdi kim o. Biz demişik ki, yadınıza qalsın ki, o əvəzliyinə siz kim və nə sualını versəniz, üstəgəl o əvəzliyin üzərində hal şəkilsi görsəniz, bilin ki, o şəxs əvəzliyidir. Şəxs. Burada əvəzlik gəlib deyə vergül qoyulmayıb. Adətən şəxs əvəzliyi olanda vergül qoyulacaq. Özündən sonra əvəzlik gəlib vergül qoyulmaz. Demək, 2 də şəxs əvəzliyi ilə başladı. Bunu da çıxacaq. Cavabımız budur. İndi niyə? Elə danışmağı bizi də məyus etdi. Məyus etdi kimi bizi, nə? Elə danışmağı. Uşaqlar, burada elə əvəzlikdir, işarə əvəzliyidir. Sadəcə zərf əvəz edə bilər, sifət əvəz edə bilər. Qısacası yadınızda qalsın ki, elə əvəzliyinə, belə əvəzliyinə necə, nə cür sualını versəniz, bilin ki, o işarə əvəzliyidir. Elə danışmaq, necə danışmaq işarə əvəzliyidir. O fikirlərini hər kəsdən gizlətmişdi. Deyirsiniz ki, müəllim, burada gizlətmişdi, kim o deyə bilərəm də. Bəs niyə mən bunu həm şəxs düşünə bilərəm, həm işarə? Sən bu cümlədə şəxs düşünə bilməzsən. Niyə? Heç durğu işarəsindən bağlı heç bir şey deməyib. Sən sadəcə bunu vergülü yoxdur deyə o fikirlərini, hansı fikirlərini hər kəsdən gizlətmişdi. Sadəcə işarə əvəzi düşünəcəksən. Şəxs olsaydı, sənə desəydi ki, hə, ola da bilər, olmaya da bilər, o ayrı. Bu sadəcə vergülsüzdür deyə işarədir. Bu konkret bilirik ki, işarə əvəzliyidir, yəni bu formada. Burada bağlayıcı gəlib olmaz. Bax, görürsünüz, o dəqiqənin dəyərli olduğunu başa düşürdü. Bax, burada 2 cür düşünmək mümkün olar. O dəqiqənin, hansı dəqiqənin? Amma bizə 2 cür düşünməyə imkan verməyən vergül işarəsidir. Konkret deyir ki, bu şəxsdir, şəxs əvəzi. Başa düşürdü kim? O. Vəssalam, burada olmaz. Cavab olur 3, 4, 5. Hansı sözlər həm əvəzi, həm də hal şəkilçili isim kimi hesab oluna bilər? Məsələn, belə əvəzli ola bilər. Məsələn, işarə əvəzi. Bir də tutaq ki, belə çox yük almazlar. Bel. İnsanın beli yönlü halda isim kimi düşünə bilərəm. Bir mənim konkret cavabımdırsa, bir olan variantlarımı saxlayacağam. Gəlirik 2-yə baxırıq. Uşaqlar, biz bilirik ki, kim əvəzliyi, sual əvəzliyi ola bilər, ismin sualı ola bilər, amma kimi mən necə isim kimi düşünə bilərəm? Düşünürəm ki, ağlıma gəlmir. Bu qoşma ola bilər, hal şəkilçili sual əvəzliyi ola bilər, kimi çağırım. Qoşma kimi düşünə bilərəm, kimi qeyri-müəyyən əvəzliyi ola bilər düzəltmək, kimi yazır, kimi oxuyur. Amma bu isim ola bilməz. 2-ni variantdan çıxacağam. Elə sözü də el-obaya mənası, elə bahar gəldi. El-oba mənasında olacaq isim. Hal şəkilçili isim. Bir də elə danışma. Əvəzi zərf əvəz edəcək. 3-ü götürəcəm. Ya 1-3-4-dür, ya 1-3-dür. Bizlər sözündə ümumiyyətlə hal şəkilçisinə bənzəyən heç bir şey görmürəm. Bizləri uşaqlar cəm şəkilçiliyi isim kimi düşünə bilərik.
Məsələn, bizlər, iynələr, ayaqqabı tikən iynədən söhbət gedir. Bir də bizlər, sizlər şəxs əvəzliyi kimi düşünə bilərəm cəmdə olan. Amma işarə, daha doğrusu hal şəkilçili isim olmaz. 4 də getdi. Harada sözü də ümumiyyətlə sual əvəzliyidir. Yəni yerli halda olan sual əvəzliyidir. Yəni qısacası yadınızda qalsın ki, əsas nitq hissələrinin sualları sual əvəzliyidir. Və həmin nitq hissəsi deyil. Ona görə bu getdi. Cavab 1-3-dür. Üzünü sayın səsim. Əvəzliklərdən biri zərfi əvəz etmişdi. Şolar, zərfi əvəz etmiş deyəndə biz ancaq düşünürük elə, belə. Amma yadımızda qalsın ki, zərfi əvəz edən əvəzliklər zərfin sualları olan sual əvəzlikləri də ola bilər. Məsələn, necə ola bilər, nə cür ola bilər, tərz hərəkət zərfinin sualları, nə qədər ola bilər, hara ola bilər, haraya, harayla bağlı zərfin sualları var, yer zərfi. Yəni düşünün, zərfi nə qədər sual əvəzi varsa, onlar zərfi əvəz edə bilər. Nə vaxt, haçan, nə zaman və s. Hansı kitab oxumalısan? Məsələn, burada hansı kitabı təzə. Bu nə olacaqdır? Təzə, daha doğrusu t-dır bu. Təzə, yəni bu olacaq sifət, düzdür? Nəyə əvəz edib? Sifət əvəz edib. Yerinə nə qoysam onu əvəz edəcək. Burada yoxdur. Bəziləri işin əslini anlamır. Əslində bəzi qeyri-müəyyən əvəzi ismi əvəz edə bilmir, amma cəm, təsirli, hal, ümumiyyətlə qəbul edəndə ismi əvəz edə bilər. Burada ismi əvəz edib. Sən bura gələndə xəstənin halı necə idi? Bura sən bu şəxsdir. Başqa da əvəzləyib baxıram, necə? Bura yerinə söz qoysam sual əvəzliyidir, yaxşı idi. Bu nə olacaqdır? Sifət. Deməli, nə əvəz edib? Sifət əvəz edib. Necə demisən, o cürdə yazmışıq, hə? Uşaqlar, yadınızda qalsın, bax. Necə, nə cür, nə qədər? Bunlar hərəkətin yanında gələrsə, zərf əvəz edəcək. İsmin yanında gələrsə, sayı əvəz edəcək. Məsələn, necə adamdır? Burada sifət əvəz edib. Necə oxuyur? Burada zərf əvəz edib. Və demisən hərəkət, pis demişəm, yaxşı demişəm, nə bilim. Götürdün, yerinə söz qoydun, nəyə əvəz edibsə, o da olacaq. Zərfi qoydun, zərf əvəz edib. Onun hər sualına burada hər təyin sifət əvəz edib, başqası da yoxdur. Yəni, nümunə deyim sizə, tutaq ki, nə qədər, bitişi kim oldu? Nə qədər alma aldın? Baxın, burada nə qədər alma aldın? 5 kilo. Yerinə nə qoydum? Say. Deməli, nəyə əvəz edib say? Amma desəm ki, nə qədər danışdı? Çox danışdı, xeyli danışdı. Nə qoydum yerinə? Zərf. Nəyə əvəz etdi zərfi? Hərəkətin yanında zərfi, ismin yanında say əvəz edəcək. Hansı cümlədə qeyri-müəyyən əvəzi sifəti əvəz etmişdi? Hər kəsin işinin nə yerdə olduğundan xəbər. Bax, hər kəs, kim? Burada ism əvəz edib. Burada başqa qeyri-müəyyən əvəzi yoxdur. Baxaq hələ. Kimdənsə bunu öyrənməyə xoşlanmır. Burada kim sual əvəzi idi, bu işarə əvəzi idi, başqası da yoxdur. Hər adamın bu məsələyə öz fərqli baxışı var. Hər, bu, öz. Heç biri də qeyri-müəyyən əvəzi deyil. Hansı sualına cavab verməmişik? Bu da sual əvəzi deyil. O kitablarda hansı bu işarə əvəzi? Bəzi məlumatlar. Bəzi qeyri-müəyyən əvəzliyi sadə formada, heç bir şəkildə qəbul etmədən əsasən sifət əvəz edəcək. Cavab edir. Elə sözü əvəzi kimi düşünülə bilməz. Elə işin axırı da belə olmalıydı. Necə işin axırı? Elə işin. Görürsüz, elə necə sualına cavab verdi, əvəzi kimi düşünə bildik. Bir getdi. Bunu eləsə də başa düşən olmayacaq. Eləmək, etmək. Bu feil ancaq olacaq. Yəni bunu mən düşə bilmərəm əvəzi kimi. Elə heç nəyi düşünmə. Elə, et, heç nəyi düşünmə. Eləmək mənasındadır. Burada mən bunu əvəzi kimi düşünə bilmərəm. Bizi də narahat edən elələrinin yanlış düşüncələri. Bu əvəzi olacaq. Çünki cəm,
mənsubiyyət hal qəbul edib düşünəcəm. Sənin elə düşünməyin özünə zərərdir. Sənin necə düşünməyin özünə zərərdir. Bu əvəzlikdir. Əvəz edib zərfi. 2 ilə 3-ü götürməyəcəm. Yəni alınmayacaq. Kökü əvəzli olsa da yarandığı nitq hissəsi əvəzli olmayan sözlər. Uşaqlar, yaranma, düzəlmə deyəndə sonuncu leksik şəkilçidən əvvələ baxırdıq. Sonuncu leksikdən əvvələ baxırıq. Kimsəsizlik. Kim sözün kökü. Kimdən kimsə. Qeyri-müəyyən əvəzliyi düzəlib. Kimsəsiz sifəti düzəlib. Sonra kimsəsizlik. Kimsəsizlik özü isimdir. Sonuncu leksik nədir? Lik. Atıram. Əlimdə nə qaldı? Kimsəsiz. Kimsəsiz də hansı hissəsidir? Sifət. Kökü əvəzli olsa da nədən düzəldi? Sifətdən. Biri götürəcəm. Biri götürəmsə bunları atacam. Özdən özəl, özəldən özəlləşmək. İkini götürə bilərəmmi? Bəli, kökü öz əvəzliyidir. Özəl sifətindən özəlləşmək feili düzəldir. Bəli, ikini götürəcəm. Sən köküdür. Sənsiz sifəti yaranıb, sənsizlik ismi yaranıb. Üçü də götürəcəm. Birimizdən ümumiyyətlə birimizdən. Burada heç leksik şəkilçi yoxdur. Hərdən hərə, hərəsi, mənsubiyyət hərəsin. Bu elə özü əvəzlikdir də, başqa nitq hissəsi deyil ki, elə hər əvəzliyindən də hər əvəzliyi düzəlib. Ona görə cavabımız olur 1, 2, 3. Uyğun fikirlərim. Eyni, öz, bəzi. Həmişə sifəti əvəz edir. Həmişə sifəti əvəz edir. Xeyr, ismi də əvəz edə bilər. Bunlar, yəni üçünə də aiddir. Birbaşa hal şəkilçisi qəbul edə bilir. Bəzinin bəziyə, bəzidən xeyr edə bilmir. Zərfi əvəz edə bilir, bəzi zərfi əvəz edə bilmir. Cümlənin xəbəri olmaz. Məsələn, bəziləri də, eynisi də olur. Mənsubiyyət şəxsi qəbul edib hallanır, bəli. Eynisinin, özümün, özümə, bəzisinin, bəzisindən, bəli. Hansı cümlədə mənsubiyyət şəkilçili sözdən, bir dəqiqə uşaqlar. Mənsubiyyət şəkilçili sözdən əvvəl fərqli şəxs əvəzinin işlənməsi mümkün deyil. Özündən çox soruşdum, bir söz ala bilmədim. Mənsubiyyət şəkilçili sözdən əvvəl fərqli şəxs əvəzinin işlənməsi mümkün deyil. Səsindən bilinir ki, bu yerlərin adı onun səsindən bilinir. Sənin səsindən bilinir ki, bu yerlərin adamı deyil. Sənin səsindən onun. Sözündən belə başa düşdüm ki, yaddır. Onun sözündən belə başa düşdüm ki, yaddır. Sənin sözündən belə başa düşdüm ki, yaddır. Babanı içərsən, onun babanı və sənin babanı içər. Hər sualına bir-bir cavab. Sənin hər sualına bir-bir cavab verildi. Onun hər sualına bir-bir cavab verildi. Fərqli şəxs əvəzliyi işləndi burada da. Onun özündən çox soruşdum. Bir də sənin özündən soruşdum. Sadəcə burada sənin babanı içəri çağırdılar. Bir dənə ancaq sənin babanı, bir də ümumiyyətlə təhsilli hal kimi düşünə bilərəm. Cavab olar D. Yəni burada bunları həm onun, həm sənin fərqli şəxs əvəzliyi artıra bildim. Burada isə yalnız sənin babanı içəri çağırdılar. Bu yoxdur. Fərqləndirilmiş sözlərdən hansı cümlədə iki fərqli hissəsi kimi düşünə bilməz? Ölüm belə izdihama gələ bilmir, qorxu hədə. Bax, ölüm belə izdihama gələ bilmir. Necə izdihama gələ bilmir? Belə. Bir də ölüm də, yəni belə də ilə əvəz etsəm ədət olacaq. Burada düşünə bilər. Ezamiyyətə kimi aparacağını qərar verməmişdi. Kim, yəni şəxsi olaraq sual əvəzli kimi aparacağını qərar verməmişdi. Bir də ezamiyyətə qədər, yəni qoşma kimi düşünə bilərəm. O oxumaqla nəsə əldə edə bilmədi. O istənilən formada bu şəxs də olsa, işarə də olsa, istənilən formada əvəzlikdir. Onun kimi sevəcəyini xəyalına belə gətirmə. Onun tək bənzətmə qoşması, bir də onun kimi sevəcəyini sual əvəzliyi. O belə görünməyi istəməsə də, o belə bu cür görünməyi istəməsə də, bu olacaq əvəzli. Bir də o da görünməyi istəməsə də, burada da ədat olacaq. Cavab olur nə? C bəndi. Belə uşaqlar, ümid edirəm ki, sizə faydalı olacaq. Hər kəsə uğurlar.